Stop loss nədir, take profit nədir? Bunların ümumiyyətlə bazara təsiri nədir? Daha doğrusu ticarətə təsiri nədir? Bazara yox, traderin özünün belə deyək, strategiyasına təsiri nədir? Biraz bu haqqda danışmaq istəyərdim. Belə sadə dildə desək, bu iki alət traderin gecə-gündüz dayanmadan monitorun arxasında dayanmamaq üçün lazımdırlar. Həyatını rahatlaşdırırlar. Bazar trader hansısa bir başlayan satışa giriş nöqtəsinə gəlir, ya sell gedir, ya buy olur, ya azalmağa, çoxalmağa və bu zaman stop loss və ya take profit nöqtəni təyin edə bilər. Stop loss nədir ki, bu onun minimal zərər olan nöqtəsidir. Yəni hər hansı bir minimuma çatanda artıq belə deyək, ən asılı qazancını çox itirməmək şərti ilə o zaman ya satış olur, ya da alış olur. Və take profit də eyni. Yəni ki, trader öz gəlirini nə qədər fikirləşir, yəni bu trendi nə qədər qazana bilər, o nöqtəyə qoyur və rahat gedir ödüşlərini görür. Belə deyək, artıq zərurət yaranmır ki, monitorun arxasında izləsin. Artıq bu nöqtələri necə təyin etmək lazımdır? Bu başqa bir, bu texniki analiz lazımdır buna və strategiyası olmalıdır traderin. Trader anlamalıdır ki, ümumiyyətlə giriş nöqtəsi niyə görə bunu seçdi və hansı məqsədləri var, hansı trend üzərində çalışır. Ümumi desək, bu iki alət traderin həyatını rahatlaşdırır.